Hörmətli tamaşaçılar, həmin dövr baş vermiş bu faciəyə siyasi baxımdan yanaşsaq, SSR xüsusi xidmət orqanlarının birbaşa məqsədyönlü və planlı şəkildə təşkil elədiyi bir qanlı akt idi bu və məqsəd də öz azadlığını istəyən, ərazi bütövlüyünü qorumaq istəyən bir xalqın haqq səsini boğmaq, onu qorxutmaq idi. Təbii ki, onlar bu istəklərinə nail ola bilmədilər. Bugün həm də bizim üçün qürur günüdür. Çünki xalqımız bir dirayət göstərdi və bütün bunlara baxmayaraq öz azadlığından və ərazi bütövlüyündən heç vaxt vaz keçməyəcəyini hər kəsə göstərdi. Bu hadisələr təkcə bizim paytaxtımızda deyil, o vaxt Pribaltikada, Vilniusda da baş vermişdi, qonşu Gürcüstanda, Tbilisidə də baş vermişdi bu qanlı hadisələr. Amma ən qanlı aktın törədildiyi hadisə, bu faciə məhz bizim paytaxtımızda baş vermişdi və burada o vaxtki erməni millətçilərinin də çox böyük rolu var idi. Hətta fakt var, bunlar tarixi faktdır ki, Rostovdan, Şimali Qafqazdan hərbi xidmətə gəlmiş və o vaxt hərbi xidmətdə olan erməni əsilli Sovet əskərləri burada xüsusilə dırnaq arası canfəşanlıq da göstərirdilər. Lakin bu hadisələri gizli saxlamaq istəsələr də bu heç vaxt gizli qalmadı. Çünki həqiqət gec və tez ortaya çıxmaq kimi bir xüsusiyyəti var. Burada bir çox insanların rolu, əməyi də var, Aysel. Hansı ki, onlar bu hadisələri işıqlandırdılar və həqiqətləri bütün dünyaya çatdırdılar. Sən çox düzgün vurğuladın. Ümumiyyətlə, o dövrdə Sovet hakimiyyətinin ənənəvi bir taktikası idi. Yəni, azadlıq uğrunda mübarizə aparan xalqların səsi məhz bu yolla boğulurdu, onları qorxudurdular. Amma çox xoşbəxtlikdən Azərbaycan xalqı bu kimi qorxuların qarşısında yenilmədi və bir olaraq bir daha həmrəyliyini göstərərək bir yumruq formasında birləşərək Sovet ordusuna qarşı mübarizə apara bildilər və o ki qaldı bu həqiqətləri dünyaya çatdırmaqda, bəli, kifayət qədər blokada var idi və ölkədə baş verən hadisələr xaricə sızılmırdı, göndərilmirdi və hətta xarici jurnalistlər belə Azərbaycana buraxılmırdı. Amma elə insanlar da var ki, o Azərbaycan sevgisi içərisində, Azərbaycan həsrəti, Azərbaycan sevgisi olan və xaricdə yaşayan elə həmvətənlərimiz var idi ki, onlar bu haqsızlığa dözə bilmirdilər və təbii olaraq istənilən bir yol taparaq Azərbaycana gəlməyə çalışırdılar və onlardan biri də Azərbaycan əsilli jurnalist, özü də Fransada yaşayan jurnalist Reza Deqati idi və o dövrdə Fransadan Azərbaycana gəlməyin nə qədər çətin olmasına baxmayaraq, nə qədər hətta mümkünsüz olmasına baxmayaraq o Bakıya gəlməyi bacarır. Düzdür, 20 yanvar günü olmasa da bir neçə gündən sonra da gəlib Bakıda baş verən bu qırğının, bu hadisənin şahidi olaraq hamısını lentə alaraq bütün dünya yaymağa bacarır. 48 saatlıq yol gəlir və çox çətin bir yol olur bu, hörmətli tamaşaçılar. Çünki əvvəlcə onları belə deyə bildirirlər ki, sizi aparacaq bir neçə jurnalisti Bakıya və hadisələri işıqlandıracaqsınız. Daha sonra güya hansısa səbəblərdən təyyarə İrəvan şəhərinə eniş eləyir. Orada isə düzülüb qoşulmuş hadisələr, faktlar idi bunlar. Güya Bakıda ermənilərə qarşı Azərbaycanlılar hər hansı bir belə cinayət aktı törədiblər, güya. Və təbii ki, bir çox jurnalistlər də bunu belə işıqlandırır. Lakin Reza Deqati həqiqətin arxasınca məşəqqətli yol keçir və gəlir qırmızı və qaradan ibarət olan həmin o sizin monitorda da gördüyünüz fotoları çəkir, həmin faciəni işıqlandırır. Və çox düzgün vurğuladın. Reza Deqati öz xatirələrində paylaşır ki, həmin hadisələrlə bağlı olaraq Azərbaycana gəlmək istəyən jurnalistləri güya səhvən Ermənistana aparırlar, Ermənistan hava limanına aparırlar. Amma orada da onları qarşılayan, dediyin kimi, əvvəlcədən düzülmüş, qoşulmuş bir ssenaridir. Onları qarşılayan, belə deyə, sakinlər erməni olduqlarını və Azərbaycanda ermənilərə qarşı qırğın törədildiyini və bura gəldiklərini bildirərək yalan məlumatlar yayıblar və təbii ki, həmin bu xarici jurnalistlər də o aldıqları ilk mənbədən o məlumatı dünyaya çatdırıblar. Belə bu formada da 20 yanvar hadisələri bağlı bir sıra yalan məlumatlar dünyaya yayılıb. Amma təbii ki, Reza Deqati uzaq görən və bu hadisələrin tarixini bilən bir şəxs olaraq artıq anlamışdı ki, hadisələr, işlər nə yerdədir və Azərbaycana gələrək, Bakıya gələrək qeyd etdiyim, bax, arxamızda da bu monitorda gördüyümüz həmin bu foto şəkilləri, bəli, fotoları bir çoxları bu faciənin simvoluna çevrilib. Aysel də qeyd elədi. Reza Deqatinin Bakıya gəlib çıxmasında bir çox insanların xidməti olub. Xüsusilə biz Eleonora Hüseynova, Eleonora xanımı da qeyd etməliyik. UNESCO-nun xoşmərəmli səfiri, həmçinin Azərbaycanın Fransadakı fövqəladə səfiri vəzifəsində də çalışıb. Onun da çox böyük əməyi olub. Daha sonra bu fotolar çəkilir, hörmətli tamaşaçılar. Lakin təhlükəsizliyi, yəni fotoların, faktların təhlükəsizliyini nəzərə alan Reza bəy onları burada qoyur və özü Fransaya yollanır. Daha sonra fotoları əldə eləyir və
və həqiqəti 20 mindən çox mətbu nəşrə ötürür və həmçinin 18-dən çox televiziya bunu işıqlandırır. Məhz Reza bəyin çəkdiyi fotolar sayəsində və dünya bu faciədən xəbər tutur. Yəni, arxada da fotoları görürük. Həmin fotolara çox rahat şəkildə baxmaq mümkün deyil. Xüsusilə bir Azərbaycanlı üçün, bir vətən övladı üçün. Fərqi yoxdur ki, neçə yaşı var, həmin dövrdə olub, olmayıb. Yəni, məsələ budur ki, bu fotoları izləmək, həmin o faciəni duymaq, oradakı analarımızın, bacılarımızın, vətəndaşların üzündəki ruhu görmək heç də asan deyil. Amma bir şey də unutmaq olmaz ki, azadlıq verilmir, alınır və biz qürur duyuruq həmin insanlarla. Bir daha şəhidlərimizin ruhu qarşısında baş əyirik, onlara Allahdan rəhmət diləyirik.